Azərbaycan Respublikasının şəhid ailələri, əlilləri və müharibə veteranlarının hüquqi müdafiəsi İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin təşkilatçılığı ilə Qurban Bayramına həsr olunan tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Şəhidlər Xiyabanında şəhid məzarları üzərinə gül düzüblər. Daha sonra bayram süfrəsi arxasında davam etdirilən tədbirdə çıxış edən İctimai Birliyin sədri Şahin Ələkbərli tədbirin əhəmiyyətindən danışdı. Qeyd olundu ki, ölkə rəhbərliyi tərəfindən imtiyazlı ailələrə xüsusi diqqət və qayğı göstərilir. Daha sonra çıxış edən Azərbaycan Respublikasının şəhid ailələri, əlilləri və müharibə veteranlarının hüquqi müdafiəsi İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Qiyas Şahmuradov vurğuladı ki, dövlət tərəfindən şəhid ailələri və Qarabağ əlillərinin həyat şəraitinin yaxşılaşdırılması üçün mütəmadi addımlar atılır. Qiyas Şahmuradov bu kimi tədbirlərin keçirilməsində köməyi olanlara öz minnətdarlığını bildirdi. Digər çıxış edənlər də qeyd etdilər ki, İnsanlara birlik, həmrəylik, şəfqət, xeyirxahlıq duyğuları aşılayan Qurban Bayramı müsəlman dünyasında əsl təntənəyə çevrilir. Qurban Bayramı ən qədim bayramlardandır. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan bu bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Az təminatlı ailələr, yataq xəstələri diqqətdən kənarda qalmır. Çıxışlardan sonra cəmiyyətə üzv olan Qarabağ, Çernobil, şəhid ailələrinə, ahıl, kimsəsiz, veteran və digər imtiyazlı 100 ailəyə qurban tikələri və ərzaq sovqatları paylandı. Şəhidlər, əlillər və qazilər haqqında yazılan kitab təqdim edildi. Birliyin ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman, diplom və təşəkkürnamələr təqdim olundu. Sonda cəmiyyətə yeni üzv olan şəxslərə üzvlük vəsiqələri paylanıldı. Şəmistan Fikrətli, Firuzad Gözəlov, Dünya TV.